Tamam değerli abituriyentler. Bugün biz başlayırıq metin prosessorlarının izahına. Vaxt itirmədən başlayaq. Birinci sualdan. Deməli, bizə bir sual verib uyğunluğu müəyyən edin test kimi. Deməli, bu bir nəyi bildirir? Bold, yəni qalın yazı üçündür. Yəni qalın şriflə yazmaq üçündür mətnləri. Birə gedir C. 2 altından xətt çəkmək üçündür. O da Y variantındadır. 3-dəki neynir? Simvolların rəngini dəyişdirir. Yəni biz demişik A altından artına qırmızı rəng olur. Simvolların rəngini dəyişdirmək üçün istifadə olunur. 1C, 2Y, 3A o da A variantına uyğun gəlir. Mətn redaktorlarını seçin deyir. Unix əməliyyat sistemində Excel cədvəldə Paint deyil. Ona görə Notepad, WordPad və Writer 2, 4, 5 C variantı. Üçüncü sual deyir, mətn redaktorunda yazılan formatlaşdırma sözündə kursorun işarəsi L hərfindən dərhal sonradır. R hərfindən dərhal sonra o zaman bu da buradadır. Deyək, rəngin bunun ikisi də hə. Ancaq burada dayanıb. Və 3 dəfə delete, 2 dəfə backspace. Delete bilirik ki, özündən sağı silir. A, Ş, D bunları siləcək. 5 dəfə də backspace isə özünün əvvəlindən. O zaman L, T, A3, M, 4 və R5. Nə qaldı? Burada fo qaldı. Burada isə I, R, M, A. Ona görə fo, I, R, M, A olmalıdır. O zaman avtomatik C-dir, Y-dir, A-dır, D-dir, getdi. Və alınan sözü də seçib altına xətt çəkilib. Ona görə də B variantı olmalıdır. Dördüncü sual. Mətn redaktorunda seçilmiş mətnin şriftinin ölçülərini dəyişmək üçün hansı lent tabından istifadə olunur? Ümumiyyətlə şriftlərdən söhbət gedirsə, yazılım formasından, görünüşündən söhbət gedirsə, bu home lent tabı olacaq. Beşinci sual. Mətn redaktorunda aşağıdakı addımlar icra edilərsə, nəticə nə olacaq? Panoqraf sözünü yazın. Birinci yazdığınız sözü seçin. Altına xətt çəkin. Yəni, panoqrafın altına xətt çəkiləcək. B düyməsini çıqqıldada, yəni qara yazacaq. Sonra bu geri qayıtmaqdır. Geri qayıdacaq, yəni bu qaranı siləcək və italik əyri yazacaq və save edin. O zaman nə olacaq? Həm altından xətt çəkəcək, həm əyri yazacaq. Ona görə B variantı. Bu B-ni isə inkar edəcək, yəni geri qaytaracaq. Onda cavab olacaq 5-də B variantı. Altıncı sual mətn redaktorunda yazılmış imtahan sözündə kursorun mövqeyi birinci A hərfindən dərhal sonradır. Yəni buradadır. Aşağıdakı hallar üçün uyğunluğu müəyyən edin. Bir dəfə, iki dəfə delete, iki dəfə backspace. Yəni iki hərf sağa silir, iki hərf sola silir. Qalır I, M, N. I, M, N qalır. Baxaq görək I, M, N B variantındadır. Yəni o zaman 1-ə B gedir. Avtomatik C, Y, D getdi. İkincini tapaq. Bir dəfə hə, deməli imtahan sözündədir. Bu buradan yazaq. Və kursor buradadır. Deyir, bir dəfə sola keçir. Bir dəfə sola keçmək kursoru buradan götürüb bura qoymaq deməkdir. Aha, tətbiq edək. Daha sonra bir dəfə backspace, yəni tığını silir buradan. Daha sonra bir dəfə də yenə bura keçir. Bura keçəndən sonra bir dəfə də backspace. O zaman qalır I, A, H, A mı? Bir dəqiqə burada. Nəysə son addımda düz eləmədik. Deməli, hə, kursor deməli hardadır? M ilə A-nın arasındadır. Artıq bu silinib, axı silinib. Biz kursoru buradan götürürük, bura qoya bilirik. Bura qoyandan sonra da backspace eləsə i-ni siləcək. Qalacaq M, A, H, A mı? A variantı. 2-yə də A gedəndən sonra 1B, 2A, o zaman 3-ə də Y getmiş olar. Artıq onu yazmağa ehtiyac yoxdur. 7-ci sual. Mətn redaktorunda aşağıdakı addımlar icra edilərsə, nəticədə alınan mətnin həcmi isə byte olar. Texnologiya kitabları ifadəsi ASCII-də yazılıb. Arasında bir boşluq qoymaqla yazıldı. Kursor birinci addımda yazılan istifadə edən boşluq simvolundan sonra kitabları sözünün qarşısına yerləşdirilir. Kursor buradadır. Daha sonra iki dəfə sola keçir. Yəni, bir dəqiqə burada boşluqdan sonradır. Deməli, bir dəfə kursor bura, bir dəfə gəlir bura. İki simvol gələndə, yəni bir boşluq, bir də A-nı nəzərə alsaq, o zaman kursor gəlir A-dan sola, bura. Daha sonra 3 dəfə backspace, yəni Y, I və G buradan silinir. Daha sonra 2 dəfə sağa gəlir. Sağa gəlmək yenə bir A-ya, bir də Q-nın qabağına.
Daha sonra 4 dəfə boşluq silinir. Delete basılır. 4 dəfə boşluq basılırsa, A-nı boşluğu silir, A-nı silir. Daha ay delete deyir. Delete demək o demək ki, sağa gedir. O zaman kursor buradadırsa, Ç-nı, I-ni, T-nı, A-nı silir. Vəssalam, hərəsi 1 bayt olduğuna görə neçə simvol qalır? Texnolo buradan qalıb 7, 8, boşluq 1, 9, 10, 11, 12, 13, 14. 14 simvol qaldığına görə onu bizim cavabımız olacaq 14 bayt. 8. Doğru mülahizələri müəyyən edin. Mətni mərkəzə düzəndirmək üçün Ctrl+C xeyir, bu kopyalayır. Kursordan soldakı simvolu silmək üçün, kursordan sol silmək üçün backspace delete deyil. Mətnin formatlanması zaman mətnin görünüşü deyil, məzmunu dəyişir. Xeyir. Formatlamada ancaq görünüş dəyişir. Kursordan soldakı simvolu silmək üçün backspace düzdür. Mətndə abzaslar 4 cür düzləndirmə olar. Bəli, sol tərəf, sağ tərəf, mərkəz və tam düzləndirmə. Ona görə 4, 5, B variantı. Mətn redaktorunda əzmlə çalış sözü yazıldı. Aşağıdakı əməliyyatlardan sonra mətn redaktorunda necə söz olacaq? Əzmlə sözü seçilir yazılandan sonra, kopyalanır. Daha sonra mətnin sonuna yerləşir və bir boşluq simvolu daxilindən sonra yapışdırılır. Deməli, əzmlə çalışın yanına bir dənə də əzmlə sözü yazılır. Daha sonra bütün mətn seçilir, kəsilir. Kəsilmə nə deməkdir? Onu oradan bütövlükdə buradan götürür və 3 dəfə yapışdırılır. Deməli 3 dəfə və siləndən sonra 3 dəfə də yanına yazacaq təkrar. 1 yenə əzmlə çalış, əzmlə, yenə əzmlə çalış, əzmlə. O zaman 3 dənə söz birindədirsə, 3 dəfə yazsaq bunu toplam neçə söz olmuş olar? 9 söz olmuş olar. 10-cu sual mətn redaktorunda boş səhifəyə informatika sözü yazılır. Bu söz seçilərək 2 dəfə kopyalanır. Bir dəfə kəsilir, 3 dəfə yapışır. Sonra Ctrl+Y düyməsi bir dəfə sıxılıb. Mətnin sahəsində neçə ədəd informatika sözü görünür. Demək, informatika sözünü yazdıq. Yazandan sonra 2 dəfə, istəyir 100 dəfə kopyalasam da bir dəfə kopyalanmış sayılır. Bir dəfə kəsdik. Yadınızda saxlayın, kopyadan sonra kəsilmə əməliyyatı yerinə yetirirsə, artıq kopyalanma silinir. Qalır kəsilmək. Neçə dəfə də kəssin, o bir dəfə kəsilmiş sayılır yenə. 3 dəfə yapışır. Yəni kəsmə o demək ki, bunu buradan götürür. Kəsmə yer dəyişmədir. Gətirir burada 3 dəfə informatika yazır. Cəmi neçə söz olacaq? Yenə 3 dənə söz olacaq. Fayl menüsündə 11-ci sualda save as ilə nələr etmək olar? Sənədi yeni adla saxlamaq olar. Sənədin yerini dəyişmək olar. Səhifələri nömrələmək olmaz. Səhifə parametrlərini dəyişmək olmaz. Faylın tipini dəyişmək olar. 1, 2, 5. Mətndə olan simvolların rəngini dəyişdirmək üçün hansı əmrdən istifadə olunur? Simvolların rəngini dəyişdirmək üçün biz demişik ki, A altından xətt, yəni rəng ifadəsi ilə dəyişdirmək olar. 12-ci sual D variantı olar. 13-cü sualdan davam eləyək. Mətn redaktör yenə eyni sualdır bu. Mətn fraqment simvolların rəngini dəyişmək yenə eyni işarədir. 14-cü sual hansı klaviatur əmrinin icrasından sonra seçilmiş abzas tam düzlənəcək? Bu da Ctrl+J-dir. A variantı. Mətn redaktorunda yazılmış aşağıdakı fraqmentdə kursorun dayandığı mövqedən, kursor budur. Backspace 4 dəfə, backspace gerini silir. İ-ni siləcək, S-ni siləcək, S-ni siləcək və boşluq siləcək və Ş-ni siləcək. Qaldı günə. Sonra 5 dəfə də delete. S, T, E, M, I. Hamısı silinəcək. Qalacaq sadəcə elə günə. D variantı. Keçək 17-ci suala. Mətn redaktorunda aşağıdakı kimi siyahı yaratmaq üçün hansı düymədən istifadə etmək olar? Deməli, bu nə edir? A, B, C, D nömrələyir, yəni sıralayır. Hərflərlə nömrələyir, belə deyək. O da onda olacaq hansı variant olar? D, A variantı. Çünki həm nömrələmək, rəqəmlərlə nömrələyir bu ifadə, bu düymə, həm də hərflərlə nömrələyir. 18. Bu isə markerləyir. Yəni, markerləmək yəni hər hansı bir işarələr qoymaqdır. Markerləmək də nöqtə-nöqtə kimi göstərilir. 19-cu sual. Demək, burada deyir, həm bold olsun eyni anda, həm italik olsun. Burada elə bir doğru variant yoxdur. Yəni, elə bir variant yoxdur ki, hər iki şərti eyni anda ödəsin. Yəni, bu sual
problemli sualdır. Doğru variant yoxdur. 20-ci sual. Təkliflərdən yanlış olanları seçin. Yeni sənəd yaratmaq üçün fayl menüsündən print. Xeyr, yeni new olar. Bir səhvdir. Hazır sənədi kompüterin yaddaşında saxlamaq üçün fayl menüsündən save seçilir. Əgər yadda saxlamaq üçün save ola bilər. Bizdən yanlış olanları soruşur. Ona görə bir yanlış olduğuna görə biz götürməliyik. Yığılmış mətni çap etmək üçün fayl menüsündə new bəndi seçilir. Xeyr, çap printdir. Yeni sənəd yaratmaq üçün fayldan menü seçilir. Düzdür. Yığılmış mətni çap etmək üçün fayl menüsündən print seçilir. Düzdür. Ona görə bu doğru cavab olacaq. Bizdən yanlışları soruşduğuna görə B variantı. 21-ci sual. Yazılmış və fərqli adla saxlamaq istəyiriksə, bu save as olacaq. Amma eyni adla saxlamaq istəyiriksə, save düyməsindən istifadə edirik. Mətn redaktoruna verilmiş mətn fraqmenti abzasın hansı formada düzləndirildiğini müəyyən edin. Baxıq gör ki, bunun sol tərəfi düzdür, sağ tərəfi çıxıntılıdır. Sol tərəf düzdürsə, o zaman bu sola düzləndirilməlidir. Yəni D variantı. 23-cü sual mətn redaktorunun düymənin təyinatı nədir? Bu abzasları yuxarı və aşağı belə deyək genişləndirir. Yəni sətirlər arası məsafəni dəyişmək üçündür. 24. Şəkildə verilmiş fraqmentə əsasən yaradılacaq sənədin cədvəlin neçə xanadan ibarət olacağını tapın. Biz bilirik ki, bu kolon sütundur, o sətirdir. Sütunun 7, sətri 5-dirsə, o zaman 7-ni biz 5-ə vurarıq. Eləyər 35 xanadan ibarət bir e, cədvəl alınır. 25 deyir, 25-ci sualda burada seçilmiş oxunu çıqqıladıb sonra açılışdan 19, yəni buradakı şriftin ölçüsünü 12-dən 19-a dəyişsək, hansı dəyişiklik baş verəcək? Yəni biz bilirik ki, bu şrift xanasında olan font size şriftin ölçüsüdür. Ölçünü artıranda təbii ki, şriftin ölçüsü də artacaq. Və şriftin də vahidi punktla ölçülür. Ona görə şriftin ölçüsü 19 punkt olar C variantı. 20. Font color seçilir. Mətn redaktorunda mətn fraqmenti seçiləndən sonra buradan çıxıldadıb göy rəngi və yaxud başqa rəng seçilsə nə olacaq? Təbii ki, biz bilirik ki, A altından xətt verilmiş, seçilmiş mətnin rəngini dəyişəcək. Fonunu yox ha, simvolların özünün rəngini dəyişəcək. Buna görə doğru cavab olur. 26-da C variantı. 27. Düzgün olanı seçin. Baxaq. Bu şəkil düstur əlavə edir. Xeyr, bu simvoldur. Cədvəl əlavə etmək səhvdir. Simvol əlavə etmək bu da səhvdir. Bu ekranın qeydini əlavə edir. Bu şəkil əlavə edilmir. Bu ümumiyyətlə şəkil yox, ümumi fiqur, yəni şəkil tipli faylların əlavə eləyir. Buradan doğru cavab D variantı olar. Fiqurlar. Həqiqətən bu 3 ölçülü, 4 ölçülü, daha doğrusu 3 bucaq, 4 bucaq dairə, oval və yaxud fəza fiqurlarını buradan əlavə etmək mümkündür. Aşağıdakı mətn fraqmenti hansı düymələrdə istifadə olunub? En azından qaralmış hissələr var. Deməli bu Ctrl B-dən mütləq istifadə olunub, yəni qaraltma. Daha sonra bir də neyniyib? E, Sol tərəfə marker eləyib. Markerləmək nə deməkdir? Altın. Bir də baxıq görək, altdan xətt çəkmək yoxdur, amma italik yazılıb. Yəni biraz əyri yazılıb, o da 3-dür. O zaman cavab olar 3, 5, 6. 29-cu sual verilmiş ifadədə kursorun mövqeyini nəzərə alaraq aşağıdakı əməliyyatlardan sonra nə olacaq nəticə? Demək, computer science yazılıb. 4 dəfə delete. Delete özündən sağdır. E-ni, N-ni, C-ni, Y-ni. 4-ünü də silir. Sola ox 3 dəfə basılır. Yəni 1, 2 və 3. 3 dəfə, yəni kursor artıq gəlir, burada dayanır. Bundan sonra backspace 5 dəfə basılır. O zaman 1, 2, 3, 4, 5. Nə qaldı? Bunların hamısı sildi. Buradan comp, sonra burada SCI birləşik. Yəni ortada boşluğu da sildiyinə görə cavab olur 29-da B bəndi. 30-cu sual. Deyir, ilkin variantı belədir. Daha sonra bu formaya düşübsə, hansılar tətbiq olunub? Baxaq, neyniyib? Bakını qaraldıb. Deməli, Ctrl B-dən istifadə olunub. İtalik yazılıb. Avtomatik 6-dan da istifadə olunub. İndi daha sonra 3 yoxsa 5 baxaq. Görək hansından istifadə oluna bilər.
Üçdə baxıb görürük ki, bu çıxıntılıdır. Burada isə düzdür. Deməli, düzləndirib. Ona görə 1, 5, 6 Y variantı. 31-ci sual. Temperament sözü ilk rast gələn M hərfindən solunda yerləşir, solda. 4 dəfə delət. Deməli, M-nı, P-nı, Y-ni, R-nı silir. Daha sonra növbəti M-in sağına keçir, bura keçir. 2 dəfə də backspace. O zaman M-la da A-nı silir. Nə qalır? T burada qalır, T-E. Burada Y-N, E-ni, tent. Ona görə Y variantı. 32. Mətnin seçilmiş fraqmentinin yerini dəyişmək üçün hansı üsullardan istifadə olunur? Kontekst menyudan copy paste bu kopyalamaqdır, nüsxasını çıxardır. Eyni şəkildə Ctrl-C, Ctrl-V yenə nüsxasını çıxardır. Cut bəli kəsməkdir. Kəsb etmək isə yerini dəyişir. Yapışdırmaq yerini dəyişir. Ctrl-X də kəsməkdir. Bu da düzüdür. Ctrl və sol düyməsini sıxaraq fraqmenti hərəkət etdirmək. Bu isə kopyasını yaradacaq. Ona görə 3-dən 4 olacaq. 33-cü sual. Deyir informatika Kitab.x mətn faylında, demək bu mətn faylının adıdır. Yalnız bir ədəd informatika sözü var. Kitab sözü bir ədəd informatika, bir ədəd kitab sözü var. Kitab.x mətn faylındakı kitab sözü kopyalanır, yəni bu kitabı kopyalayır. E, Daha sonra informatika boş mətninə gedir. Deməli informatika burdadır, kitab da burdadır. Bunun içərisində informatika var idi, bir də kitab var idi. Bu isə boş idi. Bunu kopyaladıq. Gətirdi kitab mətn faylında hər dəfə yeni sətirdən başlayaraq 3 dəfə yapışdırdıq. Deməli 3 dəfə kitab, kitab, kitab yapışdı bura. Bu faylların adıdır. Daha sonra sonuncu söz seçilərək kəsilir. Bunu artıq buradan kəsir götürür. Bu artıq yoxdur burada. İnformatika.x mətn faylında hər dəfə yeni sətirdən başlayaraq 2 dəfə yapışdırır. Yəni təkrar informatika bu qovluğunda 2 dəfə bunu yapışdırır. Kitab, kitab. Nəticədə kitab və informatika fayllarında neçə söz olacaq? Bir dənə baxaq burada hardasa. Hə, bir dəqiqə burada diqqətsizlik eləmişik. Demək burada deyir ki, burada vergül oxumamışıq. Deməli, gəlir kitabı sözü seçəndən sonra informatikada bir dəfə yapışdırır. Burada kitab sözü var. Daha sonra kitaba qayıdır, 3 dəfə də yapışdırır. Burada 3 dəfə yazır. Kitab 3 dəfəni burada yazır. Daha sonra sonuncunu kəsir, buradan götürür, gəlir bura 2 dəfə yapışdırır. Kitab, kitab. Deməli, informatikada 3 dənə söz oldu. Kitab qovluğunda isə 1, 2, 3, 4 dənə. Demək, kitabda 4, informatikada 3. Ona görə olur Y variantı. 34. Sənədin ilkin variantı 3 abzasdan ibarətdir. Belədir. Info, RM. Daha sonra ikinci abzas seçilir. Yəni, buradan fonu seçir. Seçəndən sonra nə edir? Bir dəqiqə. Seçəndən sonra Ctrl X seçəndən sonra kəsir. Yəni fonu buradan götürür. Daha sonra üçüncü abzasının əvvəlinə gətirir. Əvvəlinə gətirib yapışdırmaq yenə özünə yazır, öz yerinə yazır. Yəni fonu qoydu bura. Daha sonra sonuncu abzas seçilir. RM-i seçir. Daha sonra kursoru ikincinin əvvəlinə, fonun əvvəlinə gətirir, yazır. Fonun əvvəlinə gətirib yazmaq fonla, yəni 2 ilə 1-in arasında yazmaq deməkdir. Yəni in, rm, fo, rm kimi olur. Vəssalam, in, rm, fo, rm. Onun zaman doğru cavab olacaq harda? A variantında. A variantı. Başqa keçək növbəti suala. Amma qələm yoxsa işləmir. Ben qələmi düzəldək. Mhm. Davam eləyək. 30.
Beşinci sual. Göstərilmiş ifadədə kursorun yerini nəzərə alaraq aşağıdakı əməliyyatdan sonra hansı nəticəni alınacağını müəyyən eləyin. Microsoft Word sözünü verib. Demək, kursor öz yerindədir. 3 dəfə delete, yəni O, F, T. Bunu silir. Bir dəfə sola keçir, yəni bura keçir kursor. 4 dəfə də backspace. 4 dənə də simvol söylədir. O, R, C, I. Nə qaldı? Burada M, S, MS, boşluq Word. Onda olur D variantı. 36-cı sual. Yuxarıdakı mətn fraqmentindən formatlandıqdan sonra aşağıdakı mətn alındı. Hansılardan istifadə olunub? İndi baxaq görək. Biz burada oxumur. Deməli, qaraldıb ən azından müəyyən bir hissələri qara şəkildə yazdığı görünür. Yəni qalın şriftdən istifadə olunub. Daha sonra hər tərəf düzlənib, yəni tam düzlənmədən istifadə olunub. Əyri yazı var. Mərkəzi kursivdən yazılıb o zaman. 2, 3, 4. 2, 3, 4, 5 yox, şriftin növünün dəyişdirilməsi. Bu da ola bilər və yaxud sətirlər arası məsafənin azaldılması. Sətirlər arası məsafənin azaldılması oxşamır, amma şriftin yazı forması biraz dəyişənə oxşuyur. Yəni ona görə, yəni burada düzdür, tam aydın olmur, amma yenə də məsələn gözə görək, burada C hərfinə baxsaq bu düz C-dir. Amma burada C-nin biraz belə deyək də uclarında əlavə xətt var. Deməli burada yazılı şriftinin növü dəyişə bilər. Ona görə 2, 3, 4, 6-nı götürərik. 37. Mətn redaktorunda yaradılmış aşağıdakı cədvəlin birinci, ikinci, üçüncü sətirləri və ikinci, üçüncü sütunları seçilir. Yəni bütövlükdə buranı seçirik. Merge cells. Merge cells o demək ki, xanaları birləşdir. Yəni xanaları birləşdirmək o deməkdir ki, bu xananı biz bütövlükdə bir xana qəbul edirik. Bir xanaya çeviririk. Ortadakı xəttləri silirik. Deyir toplam neçə xana olar? Hal-hazırda neçə xana var? Tutaq ki, 3, 3, 6-nın 5, 30-a 6-nın 5, 30 xana var. Mən buradan 6 dənə xananı çıxıram. Qalır 24. Üstünə də bütövlükdə özün, yəni bir xana gəlirəm. Bu da olur 25 xana. Bu tiplə suallar belə həll olunur. 38. Kopyalamaq üçün hansından istifadə olunur? Ctrl-C, Ctrl-V, bəli, kopyalayır. Cut-paste, kəsir. X-V, kəsir. Copy-paste, bəli, 1, 4. Bir də e, Ctrl-la, sıçanla sol düyməsini sıxaraq aparmaq da bu da kopyalamaqdır, copy deməkdir. Ona görə 1, 4, 5 D variantı. Meta prosesində hazırlanmış sənədin ilkin variantı 3 abzasdan ibarətdir. Yəni bu formadadır. Bayaqki sualın demək ikincisidir. İkinci abzas seçilir. Yəni məhz buradan götürülür. Kontrol kopyalanır. Birinci abzasın əvvəlinə gətirilir. Yəni birin əvvəlinə gətirmək ən yuxarıya. Bura yapışdırılır. Olur məhz comp, məhz info. Daha sonra sonuncu abzas seçilir. Info. Delete. Yəni bu buradan silinir. Birinci abzas seçilir. Yəni birinci abzas seçilir, yəni kopyalanır. Daha sonra kopyalamaq yox, Ctrl X kəsilir. Yəni məhsi buradan götürür. Sonuncu abzasın əvvəlinə, sonuncu abzasın əvvəlinə gətirilir və yapışır. Sonuncu abzası da info idi, belə deyək. Onda gətirir belə çıxır ki, yox. Sonuncu abzas artıq burada nə olur? Bir dəqiqə baxaq. Hə, burada 2 dəfə olub. Yenə şərti tələskənlikdən diqqətlə oxumadıq. Deməli, burada deyir ki, ikinci abzas seçilir. Birinci abzasın əvvəlinə gətirilir. Yəni, bura yapışır, məhz. Daha sonra bu əməliyyat yenidən təkrar olunur. Yenə gətirir, burada məhz yazır. Daha sonra sonuncu abzas info, yəni seçilir. Infonu seçəndən sonra kəsilir, yəni delete, bunu buradan silir. Sonra gəlir buradan məhsin birin götürür. Buradan yəni bunu silir, birin kəsir. Gətirir. Ən sonuncu abzas artıq məhsdir. Məhsin əvvəlinə yapışır, yəni bura yapışır. O zaman olur məhs, comp, məhs, məhs. Məhs, comp, məhs, məhs. O da Y variantında. Bu belə həll biraz diqqət tələb eləyir.
40-cı sual. Aç mətn redaktorunda 4 abzasdan ibarət mətn var. Sonuncu abzasdan başqa hər abzas üçün sonuncu abzasdan başqa. Buranı diqqətlə oxumaq lazımdır. Deməli 4 dənə abzas var. Tutaq ki A, B, C və D abzası. Hər biri üçün, yəni D-yə qədər ABC-nin hər biri üçün abzas bütövlüdə seçilir, kopyalanır. Kursor abzasın sonuna qoyulur. Enter basılmaz növbəsiyə düşmək deməkdir. Ctrl V yapışır. Ctrl V nə deməkdir? Yapışdırmaq. A. Sonra düşür bir dəfə də yapışdırır. Yenə Enter, Ctrl V. Eyni şeyi ikinci üçün də tətbiq eləsəm, yenə yapışır, B-ni seçir, yapışdırır, B-ni yapışdırır. Sonra C-ni yenə götürür, yapışdırır, yapışdırır. Amma sonuncu abzas üçün isə sadəcə sonuncu abzas seçilir, sona gəlir, enter basılır, sadəcə bir dəfə yapışır. Deyir toplam neçədən abzas olacaq? 3-ü burada, 3-ü burada, 3-ü burada, 2-si burada. Bu derəcə 11, 40-cı sualda. 41-ci sual. Mətn redaktorunda 6 sütun və 8 sətirdən ibarət cədvəl verilib. Əgər hər iki sütundan sonra bir sütun silinərsə, indi bizim 6 dənə sütunumuz varsa, yəni 1, 2, 3, 4, 5, 6. Hər ikidən sonra biri silinir. Hər ikidən sonra biri silinir. Demək bizim 4 dənə sütunumuz qaldı. Hər 4 sətirdə 8 dənə də sətrimiz var. Hər dördündən sonra da ikisi yaranır. Onda belə çıxır ki, 4-ü var idisə, ikisi də yarandı. 4-ü var idisə, ikisi də yarandı. Demək bizim toplam 4 dənə sütun oldu. Qaldı yekunda. 4, 4, 2, 2. 12 dənə də sətr oldu. Demək toplam 12 sətir, 4 sütun. Deyir neçə xana oldu? 12-ni də 4-ə vursaq toplam 48 xana olar. 42-ci sualda buna oxşar sualdır. 3 sütun və 5 sətr var. Sonra həmin cədvəlin hər sütunundan sonra 2 yeni sütun, hər sətirdən sonra 5 dənə yeni sətr əlavə olunur. Hə. Deməli 3 dənə sütunumuz varsa, birinci sütun üçün ikisi yaranır. İkinci sütun üçün ikisi yaranır, üçüncü sütun üçün ikisi yaranır. Demək bizim 3 dənə sütunumuz vardı. Hərəsi üçün də ikisi yarandı. Deməli o zaman oldu 3 dənə üstə gəl 2 2 2. Bizim 9 sütun oldu toplam. İndi hər sətrə görə də 5 yaranır, 3 yaranır. İndi bizim 5 dənəsi bir sətrə görə 3 yaranırsa, 5 sətrə görə də 15 yaranır. 5 dənə sətrin özü, 15 dənə də yeni yaranan. Toplam o zaman bizim 20 dənə də sətrimiz olacaq. Xana sayını soruşanda 9 sütunu 20 sətrə vursam bizim 180 xanamız olacaq. Sonra deyir bu cədvəl seçilir, kopyalanır, kopyalanmaq nüsxəsi çıxarılır və bir dəfə də yapışdırılır. Yəni 180-lıq birində yaradılır. 180 var idi, üstünə bir dənə də 180-lıq gəldi. Toplam neçədən xana oldu? 360. Yekun cavab 360. 43. Ctrl-Y nə işi görür? Ctrl-Y mərkəzə düzləndirir. B. Ctrl-J tam düzləndirir. Justify. Ctrl-L da sola düzləndirir. A. 44-cü sual. Mətn redaktorunda yazılmış diaqnostika sözü üzərində kursorun mövqeyinə əsasən yerinə yetirmiş əməliyyatlara görə nəticəni müəyyən edin. Deməli, kursor O ilə S arasındadır. Biraz yaxınlaşdıraq. Deməli, gəlir burada 3 dəfə delete. S, T, I. Bunu sildim. 6 dəfə də backspace. Yəni O, N, 2, 3, 4, 5, 6-sını da sildi. Qaldı İ, K, A. Yəni 1-ə gedir B. Daha sonra eyni işləyirləri bunlar üçün də görür. Yenə nəyi siləcək bu dəfə? 3 dəfə backspace, 3 dəfə back. O, N, K-nı silir. S, T, I, K, A 5 dənə də bunları silir. Qaldı dia. Yəni A variantı. Üçüncü dəfədə 4 dəfə delete, 3 dəfə backspace. 4 dəfə delete nə edəcək? S, T, I-ni siləcək, K-nı siləcək. 3 dəfə də əvvəla O-nu 2. Qaldı dia A. O da eləyir C variantı. 1 B 2 A, 3 C. 45. O nə edir? Altından xətt çəkir. Ona görə altına xətt çəkmək C-dir. B qalın yazır. B, I də kursiv yazır. A. Mətn redaktorunda verilmiş hər bir əməliyyatın nəticəsinə görə nəticəni tapın. Kursor birinci Y-dən dərhal sonra dayanıb. Y-dən dərhal sonra yəni buradadır. 3 dəfə delete.
3 dəfə delete olanda nə olur? R-nı, boşluğu, s-nı silir. Qalır computer GNC. Computer GNC 1-ə gedir B. İkinci dəfə yenə eyni yerdədir kursor. Nə edir? 4 dəfə backspace. Özündən əvvəl 4-ünü silir. 1, 2, 3-dür. Qalır com, R, boşluq, science. Y variantı. Üçüncüyə baxaq. Üçüncü dəfədə nə edəcək? 2 dəfə direkt 5 dəfə backspace. R ilə boşluğu siləcək. Bu 5 dənə də bunu da siləcək. Qalacaq co burada, science burada. O da eləcək A variantı. 47 və buradakı sonuncu sual. Verilmiş sətirlərə tətbiq edilən əmrlər üzrə uyğunluğu müəyyən edin. Düz ortasından xətt çəkib, ortasından xətt çəkmək Y variantıdır. Altından xətt çəkib, altından xətt çəkmək D variantıdır. Üçüncüsü isə həm qalın yazıb, həm əyri yazıb. O da A ilə B-dir. Vəssalam. 1Y, 2D, 3AB. Bu da bura qədər. Növbəti bölmələrin izahında təkrar görüşənədək. Sağ olun, kanala abunə olun, izləməyi unutmayın.